bugün abituriyentlərimizdən biri olan Nihatla məni candan usandırdı qəzəlini həm məzmununa, həm təhlilinə baxacaq. Buyur Nihat. Məni candan usandırdı, cəfadan yar usanmazmı? Fələklər yandı ahımdan, muradımın şəmi yanmazmı? Yar məni canımdan bezdirdi, cəfada yan əzab çəkməkdən yar usanmazmı? Fələklər yandı ahımdan, muradımın şəmi yanmazmı? Ahımdan fələklər yandı, muradımın yəni arzumun şəmi yanmazmı? Qamı bimarına, canan dəva dərd edər ehsan, neçin qılmaz mənə dərman, məni bimar sanmazmı? Canan, yəni Tanrı Allah nəzərdə tutulur. Bütün xəstələrin dərdinə dərman bağışlayır. Nə üçün mənə dərman tapmır, yoxsa məni xəstə saymazmı? Qəmim pünhan tutardım mən, dedilər yaraqın rövşən. Desəm o bivəfa, bilməm inanarmı, inanmazmı? Mən qəmimi həmişə gizli tutardım. Mənə dedilər ki, yara həmin dərdini sıxıl sövşən, yəni söylə. Bilmirəm ki, desəm o bivəfa yar nəzərdə tutur, bivəfa inanarmı, inanmazmı? Şəb hicran yanar canım, tökər qan çeşmi giryanım, oyadar xəlqi əfxanım, qara bəxtim oyanmazmı? Ayrılıq gecəsi canım yanar, gözlərimdən qan tökər, gözlərim ağlar, yəni gözlərimdən qan tökülməyə başlar. Axın aləm xalqı oyadmağa başlar, qara bəxtim oyanmazmı? Gül rüzgarına qarşı gözümdən qanlı axar su, Həbibim, xəstə güldür, bu axar sular bulanmazmı? Gül üzünə qarşı gözümdən qanlı su axar. Həbibim, yəni sevgilim, bahar fəslidir artıq. Axar sular bulanmazmı? Deyildim mən sənə mayıl, sən etdin əqlimi zayil. Mənə tən eyləyən qafil, sənə görsək utanmazmı? Yəni mən sənə miyil salan deyildim. Sən mənim ağlımı zayil, yəni puç etdin. Mənə tən yəni məni qınayan qafillər, qafil səni görsək utanmazmı? Füzuli indi şeydadadır, həmişə xalqa rüsvadır. Sorun ki, bu nə sevdadır, bu sevdadan usanmazmı? Füzuli heç bir şeydən çəkinməyən eşq dəlisidir. Həmişə xalqa rüsvadır. Soruşun ki, bu nə sevdadır, bu sevdadan usanmazmı? Aha. Yaxşı. İndi gəlirik və sözlərin mənasına baxırıq Nihat. Cəfa nədir? Cəfa yəni əzab əziyyətindən. Düzdür. Murad? Murad yəni arzu. Arzumun şamı yanır. Doğrudur. Bimar? Mənə bimar, yəni mən xəstə. Aha. Pünhan? Yanımı gizli tutar, pünhan gizli. Şəb hicran? Ayrılıq gecəsi. Bəs çeşmi giryan? Çeşmi giryan, yəni ayrılıq gecəsi canım yanar, qan tökər. Ayrılıq gecəsi canım yanar, ağlar gözlərim deməkdir. Çeşmi ağlar gözlərim. Gül rüxsar? Gül üzünə. Fəsli gül? Fəsli, gül, bahar fəsli. Doğrudur. Ründü şeyda? Ründü şeyda, yəni eşq dərsi. Düzdür. Yaxşı, indi hansı ədəbi növdədir? Qəzəl hansı ədəbi növdədir? Lirik növdədir. Lirik növdədir. Şeir vahidi nədir? Beytlər mi? Beytlər. Şeir şəkli? İkili növdədir. İkili formasındadır. Qəzəlin ilk beyti necə adlanır? Mətlə. Son beyti? Məktəb. Ən gözəl beyti necə adlanır? Yəni şah beyti adlanır. O da Şəb hicran yanırcan həmin beyt. Düzdür. Yaxşı. Oyadar xəlqə əfqanım, qara bəxtim oyanmazmı? Burada hansı bədii təsvir ifadə vasitəsi var? Burada epitet var, yəni qara bəxtim. Aha. Oyadar xalqı əfqanım. Xəlqə əfqanım oyadar inversiyadır. Sonra mübaliğədir. Qara bəxtim oyanmazmı? Bu da qara bəxt epitetdir. Qara bəxtim oyanmazmı da bədii sualdır. Başdan ayağa bütün beytlərdə hansı bədii ifadə vasitələri var? Bədii sual və bədii təzad var. Bütün beytlərdə var bədii sual, amma bütün misralarda bədii sual yoxdur. Aha, düzdür. Yaxşı. Bəs bədii təsvir vasitəsindən nə var? Bədii mübaliğə ilə inversiya var. Mübaliğə, inversiya bədii ifadədir. Bəs təsvirdən? Epitet və metonimiya var. Epitet və metonimiya. Epitet hansını nümunə çəkə bilərsən? Epitet bir qara bəxtim. Aha. Epitetdir, bir də gül rüzgar. Düzdür. Metonimiyada Həbibim həfəsli gəlir baxırsan. Yaxşı. Bəs deyə bilərsənmi ki, hansı mövzudadır? Məhəbbət mövzusudur. Başdan ayağa şeir dünya məhəbbətə həsr olunub, yoxsa? Əslində dünyəvidir, amma həm dünyəvid var, həm də ilahi meşqi var. Orada ikincidə deyir ki, yəni cana Tanrı nəzərdə tutur, bu sufi eşqdir. Bu sufi eşqdir, bəli, düzdür. Sonra müəllifə xitab varmı? Müəllifə xitab sonda adı çəkilir, amma yoxdur, amma belə qəzəldə Həbibin xitabı var. Qəzəldə Həbibin xitabı var, doğrudur. Qafiyə sistemi necədir qəzəli? AB, AC, AD. Birinci beyt. AB. AA.
BA, B, CA, C, D. DA bu şəkildə irəliləyirik. Başa düşdük ki, əvvəldən sona bədii təzad var, bədii sual var, amma çoxunluqla başqa işlənən bədii ifadə vasitəsində hansıdır? İnversiya və mübaliğə var. Epiktet metonimiyanı gördük. Bir də qafiyə, tam qafiyə. Ən çox işlənən tam qafiyə var. Bir də tam qafiyə, bir də tam qafiyə, bir də daxili qafiyə. Daxili qafiyə. Ən çox işlənən tam qafiyədir, bir də daxili qafiyədir. Dedik ki, burada həm ilahi iş görürük, həm dünyəvi iş görürük. Yaxşı, çox sağ ol Nihat, təşəkkür edirik sənə.